Heydər Əliyev mərkəzinə və Bakı Konqres mərkəzinə möhtəşəm görüntüsü olan bir mənzildəyik. Dəyərli izləyicilər, biz hal-hazırda Nərimanovun ən gözəl binalarından olan Zümrüd Rezidenstəyik. Gördüyünüz kimi Zümrüd Rezidens Nərimanovun gözü sayılır. Biz hal-hazırda 73 kvadrat metr sahəyə malik bir mənzildəyik. Bura mənzilin qonaq otağıdır. Proyekt iç hissədir. Bura bir yataq otağımız. Proyekt əslində 2 otaq, studiya tipli 2 otaqdır. Proyektdə dəyişiklik olub, 3 otağa düzəlmə olunub. Bura giriş hissədə mətbəx hissəmizdir. Daha doğrusu girişimiz buradadır. Girişimiz bu hissədədir və bu qonaq otağına giriş hissədə mətbəx hissəmizdir. Bura isə bir yataq otağımız. Təmir şirkət təmiridir. Kosmetik təmirə ehtiyacı var. Keçid alaq daha ətraflı otağımızı təqdim eləyək. Bu otaqdan eyvana çıxışımız var. Giriş hissəmiz və ümumi olan hamam otağımız. Dəyərli izləyicilər, məlumatları yenidən təqdim edim sizlərə. 73 kvadrat metr sahəyə malik olan bu mənzil 11-ci mərtəbədə yerləşir və Zümrüd Rezidensə yerləşir. Qiymət barəsində və əlavə məlumat üçün qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Təşəkkür edirəm bizi izlədiyiniz üçün.